İndi isə şagirdlərin əlavə olunmasına baxaq. Şagirdlər bölməsinə daxil olub, şagird əlavə et düyməsini sıxırıq. Şagirdin məlumatlarını daxil edirik. Burada vacib məqamlardan biri istifadəçi adıdır. Sistemdə hər istifadəçi adı unikal olmalıdır. Yəni, eyni istifadəçi adı ilə iki şagird yaratmaq mümkün deyil. Əgər təkrarlanan ad daxil edilərsə, sistem xəbərdarlıq edəcək. Bu səbəbdən hər şagird üçün fərqli istifadəçi adı seçilməlidir. Daha sonra minimum 6 simvoldan ibarət şifrə təyin edilir. Bu məlumatlarla şagird sistemə daxil olaraq imtahanlarda iştirak edə bilər. Şagird əlavə edildikdən sonra onun məlumatları yenilənə bilər, imtahanları izlənə bilər, sinifdən çıxarıla bilər və ya hesabı deaktiv edilə bilər. Deaktiv edilən şagird imtahanlara giriş edə bilmir.